Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, mən sizə bugün Talvar və dərs əsərlərinin təhlili haqqında danışacağam. Mütləq amma əsərin özünü oxumağınız daha məqsədə uyğundur. Deməli, Talvar birinci hissədə tut, yəni xartut ağacının sınmasının təsviri ilə başlanılır. Deməli, nə ilə başlanılır? Xartut ağacının sınmasının təsviri ilə başlanılır. Səsdən həyətdəki uşaq Gülağa qorxur. Həyətə birinci boylanan Ağa Muxtarın arvadı, yəni həyat yoldaşı Ana xanım olur. O Gülağanı kişiyə xəbər eləmək üçün göndərir. Lakin Əlabbas kişi özü otaqdan çıxıb ağaca tərəf gəlir. O tez eləyin, gərək bir tut da qalmasın yerdə, hamısını yığın deyir və əlavə edir. 100 ilin tutudur bu. Və başqa hansısa əsərdə ağacın yaşından söhbət gedir. Bundan əvvəlki əsərlərdə məncə yadınıza düşər. O axşama aş bişirməyi böyük gəlini Ana xanıma tapşırır. Deməli, Ana xanım biz bilirik ki, onun böyük gəlinidir. Fəthullahın arvadı Məsmə nədir? Yığıb qonşulara da pay vermək lazımdır deyir. Deməli, Ana xanım biz burada Ağa Muxtarın həyat yoldaşı olduğunu görürük və Fəthullahın da həyat yoldaşı Məsmə olduğunu görürük. O da deyir ki, yığıb qonşulara da pay vermək lazımdır. Əlabbasın nəvəsi Ağa Səlim arvadı Zibeydə boşqab qazan gətirməyi, Zibeydəyə boşqab qazan gətirməyi tapşırıb, tut günüdür bugün deyir. Hadisə iyul ayında şənbə günündə baş verir. Deməli, yay aylarında şənbə günündə hər heç kim 100 yaşlı tutun parçalanaraq sınanda yerə tökülən tutların hamısı mütləq yığılmalı olduğunu deməmişdi. Ağa Muxtar Əlabbasın böyük oğludur. O atasına baxıb düşünür. Kişi yaman qocalıb. Ağa Muxtarın uşaqlığı Əlabbasın yadına düşür. Sonra şairin sözlərini xatırlayır. Biz gəldi gedərik. Sən yaşa dünya. Səməd Vurğunun bir şeirini orada xatırlayır. Qonşu uşaqlar da həyətə gəlir, hamı xartut yeyir, qonşular hərəsinə bir nimçə pay gedir. Hətta Molla Fərzəli də bir qazan tut aparır ki, Molla Fərzəli də bir qazan tut aparır. Ana xanım plov bişirir, neçə stəkan düyü bişirirsə həyətdə olan hər kəsə çatır. Burada Əlabbas haqqında məlumat verilir. Atası Həzrətqulu usta olub. Buranı alıb, bir mərtəbəli 2 otaqlı ev tikdirib. O zaman xartut hələ cavan idi. Əlabbas evlənir. Həyatda daha 2 otaqda tikdirir. Həmin 2 otaqda indi Əlabbasın nəvəsi Ağa Səlim ailəsi ilə yaşayır. Uşaqlar böyüdükcə ev də böyür. Əvvəl 6, sonra 8 otaq olur. Ardınca da bir mərtəbəli ev 2 mərtəbəli olur. Oğullar, nəvələr evlənir. Həyatda hamıya yer olur. Əlabbas kişi ilə Tubuxanın 2 oğlu, 4 qızı olur. Deməli, Əlabbasla həyat yoldaşı kimdir? Tubuxanın 2 oğlu və 4 qızı olur. Oğlanlar Ağa Muxtarla Fətullahdır, bayaqdan görür. Müharibədən salamat qayıtmışlar. İkisi də çoxdan baba olmuşdu. Əlabbas kişinin atası kənddən gəlib. Sabunçu neft mədənlərində əvvəl fəhlə, sonra buruq ustası işləyib. Əlabbas kişinin uşaqlığı orada keçsə də özü neftçi yox, usta olmuşdu. 2 gün əvvəl Əlabbas baltasını, mişarını, çəkicini və rəndəsini götürüb həyətin küçə qapısının ağzında skamya düzəltmişdi. Əlini zədələyir. Ağa Muxtar ardınca qonşu Alxaz onu danlayırlar. Deməli, oğlu Ağa Muxtar, sonra qonşusu Alxaz ki, istirahət eləsin, işləməsin. Benzin kolonkasını satıcı işləyən Meyranqulunun oğlu Əliqulu şeir yazan, məhəllə tarixində qəzetdə imzası olan ilk adam heyran deyir, necə əməksevər qocadır. Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır. Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir. Əlabbas düşünür ki, bu iş onun dülgəlik aləmində son sözüdür. İkinci hissədə səhər gün Əlabbas kişi qərara gəlir ki, alətlərin ən yaxşısını aparıb satsın. Əsas məsələ pul deyildi. Alətlərin yaxşı ustaya qismət olmasını istəyirdi. Çünki özü də əsl usta olub axı. Onun alətləri götürməsini birinci Məsmə görür. Deməli, Məsmə görür birinci. Elə bilir ki, yarımçı qalmış skamyanı düzəltmək istəyir. Bunu əri Fətullaya edir. Əvvəl Fətullah, sonra Ağa Muxtar həyata çıxır. Onlar Əlabbası danlayırlar ki, satmasın. Əlabbas mənim işimə qarışmayın deyir. O alətləri götürüb məhəllədən 7-8 tin aralıda salınan bağa gəlir. Seçdiyi 4 aləti yanına düzüb skamyada əyləşir. Həmin gün onun alətlərini yaxın duran olmur. Müştəri gəlmir. İkinci gündə alətlərlə maraqlanan olmur. Birinci gündə olmur, ikinci gündə. Üçüncü gün hava biraz tutulur, sonra açılır. Əlabbas yenə alətlərini götürüb bağa gedir. 25-26 yaşlı bir oğlan yaxınlaşır. Zubulun qiymətini soruşur. Əlabbas onun əllərinə baxdığını görəndə yaxşı usta olduğunu, əlcək və elektrik işlədiyini söyləyir. Zubulun kimsəyə gəlic olmadığını, dükanların 13 manat 50 qəpik elektrik dirəklərlə dolu olduğunu da əlavə edir. 4-cü gün Əlabbas kişi alətləri satmağa aparmadı. Yarımçı qalmış skamyanı düzəltməyə başladı. O işini bitirdi.
Səhəri gün evin qapı pəncərəsini əl gəzdirdi, şüşəbəndi səliqəyə saldı. Qonşulara baş çəkdi, sürahiləri təzələndi. O cavanlıqdakı kimi işləyirdi. Qonşu balaca xanımın Əlabbasgilin skamyasında oturdu. O söhbət edə-edə gülə-gülə tum çırtladı. Hər tərəf tum qabığı bürüdü. Əlabbasın tərs baxdığını görənə süpürəcəm, dedi. Bizim qapının ağzında da skamya düzəlt mənim üçün. Əlabbas razılığını bildirəndə balaca xanım sevincə, eləsini düzəlt ki, heç harda beləsi olmasın, talvarda olsun, üstündən gün düşməsin deyir. Səhəri gün Əlabbas işə başlayır. Qəssab Ağnəcəfin qapısında skamya düzəldir. Talvar üçün dirəklər də hazır. Həmin oktyabr səhəri artıq hansıdır payız fəslidir. Anaxanım pəncərədən baxdı. Həmişə bu həyata doğan Əlabbas kişini görmədi. Bu barədə ərinə dedi. Ağamuxtar atasının otağına getdi. Məlum oldu ki, Əlabbas gecə ilə keçinib. Səhər gün məhəllə görünməmiş hadisəyə rastlaşdı. Balacaxanın küçə qapısındakı skamyanın talvarı gecə ikən tikilmişdi. Bu işə hamı heyrət etdi. Məhəllədə belə bir şayiə gəzdi. Əlabbas kişinin alətləri gecə özləri gəlib, Əlabbas kişinin yarımçıq qalmış işini tamamlayıblar. Deməli, görürük ki, epik növdədir, nəsillə yazılmış hekayədir. Mövzusu ailə məişət fonunda sadə insanın ədəbi qəhrəman səviyyəsini yüksəltməsi əməyə verilən dəyərdir. Sadə adamların mənəvi əxlaqi keyfiyyətlərin təqdim olunması bütöv cəmiyyət haqqında aydın təsəvvür yaradır. Biz Əlabbas kişinin sadə peşə adamı olur, usta olması, zəhmətkeş olması, bütün ömrünü zəhmətlə keçirdiyini görürük, belə deyək də, və oradan aydın olur ki, Əlabbas kişi ömrünü hədər yaşamayıb. Əlabbas kişinin ailəsi də ideal ailə hesab oluna bilər. Hər biri ləyaqətli, əməksevər və ailəyə bağlı, təvəzzülkardır. Demək, ideya sadə, zəhmətkeş adamların hər zaman alnı açıq, uzaq olmaları, zəhmətə verilən dəyərin heç vaxt itməməsi, əmək insanı ucaldır, keçmişin ənənələri yaşamalıdır və s. İndi isə dərs hekayəsini, sizə təhlilini danışacağım. Deməli, əsər məktəb direktorunun narahatlığı ilə başlayır. Məktəbə cəmi 5-10 nəfər yaxın evdə yaşayanlar gəliblər. İçəridə bir neçə müəllim var, daha ikisi də gəlir. Onlar üst qapıdan gəlir, rəngləri, ruhları qaçıb onların. 15 dəqiqə bundan qabaq Şərifzadə küçəsinin Kiyev prospekti keçdiyi avtomat səsi eşidilmişdi. Direktorun nə atışma olduğunu soruşur. Dilli Dilavər müəllim tankdan atdıqlarını söyləyir. Kimə və nə üçün atdıqları məlum deyil. Bir Jiguli ötdü, onu vurdular ya küçədə kimisə. Gündüzün ortasında hücum edəcəklərini, ağıllarına belə gətirmədiklərini söyləyən müəllim qaçıb yaxındakı evin blokunda gizləndiklərini bildirir. Direktor onların yanından uzaqlaşır. Sifarişlə məktəbə gətirdiyi müəllimə bu hal düşməsində özünü təqsirkar bilsə də, baxın, burada əsas olaraq təqsirkar bilsə də bunu dilə gətirmir. Direktor dərsdə davamiyyət adlı ayaqüstü yığıncaq keçirir. Həmin iclasda iki müəllimin dialoquna məlum olur ki, yollar qarışıqdır, Alatavada bəlkə atışma olub, xətlər çatmayan ev yoxdur, neçəsi şəhidlər xiyabanında, xətər çatmayan ev yoxdur, neçəsi şəhidlər xiyabanında dəfn olub. Komendant kəskin şərt qoymuşdu ki, bütün maarif müəssisələri, uşaq bağçaları, körpələri işləməlidir. Valideynlərin zavodları dəzgah arxasını keçə bilsin, uşaqlar məktəbə getməli, bağçaya verilməlidirlər. İşlər və məktəb maarif şöbəsi Bakı komendantlığı lazımı ölçü götürəcəkdir. Direktor müəllimlərdən davamiyyət üçün rica elədi, yalvardı. O partbiletin alınmasından, rica edib yalvardı. Partbiletin alınmasından, vəzifədən azad olmasından qorxurdu. Açıq kitab əsərində də Verdiyevlə bunu oxşarlıq, yəni analogiya təşkil eləmək olar. Müəllimlərdən biri direktora, sən niyə əsirsən? Partbiletdə mərkəzi komitənin qabağını tonqal qalamışdılar, söyləyir. Şənbə gecəsinin 20 yanvar, yəni bir-birinə müthiş sorağı söylənir. Şənbə günü hadisə baş vermiş. Digər əsər Talvar əsərində görür, bir də Şəhidlər poeması, bir də dərs hekayəsi yadda olsun. Şənbə günü Talvar, bir də Şəhidlər poeması. Məktəbə ikinci növbə gələn uşaqlar axırıncı dərsləri qaranlığa düşdüyü üçün daha çox əziyyət çəkirdilər. Gülzar müəllimənin sinifi ikinci növbə gəlirdi. Onun uşaq dərsi gəldiyi üçün direktor Gülzar müəllimi minnətdarlıq duyurdu. Tapşırıq belə idi, söhbət aparın, uşaqları sakitləşdirin, qaranlığa saxlamayın. Gülzar müəllimin 32 uşaqdan 18-i gəlmişdi. Müəllimə bir həftədir qanlı atışmalar səbəbilə məktəbə gəlməyən uşaq necə gəldiklərini soruşur. Həmişə soruşdu, ahəngi pozmayan, bu isə uşaqlar təəccübləndirir. Müəllim sinifin ən danışqan şagirdi məqsədə göz qoyur. Kimə? Deməli, ən danışqan şagirdi məqsəd. Sinifdə baş verənləri həmişə o Gülzar müəlliməyə çatdırardı. Cıbıldız məqsəd məktəbə aydın və sənubərlə bərabər gəldiyini deyir. Müəllimin sizin məhəllədə sakitlik itirmiş sualının məqsəd qapılarında tank olduğunu söyləyərək cavab verir. Müəllimənin üçüncü sualı sonu ilə bağlı olur.
Deməli, biz burada görürük də sakitlikdirmi və s. Və üçüncüsü sualın sonu iləndir. O sona niyə gəlmədiyini soruşur. Məqsədində verdiyi məlumatdan aydın olur ki, Sonanın qardaşı öldürülüb. Bu dəfə şagird Zivər müəlliməyə sual verir. Zivər müəlliməyə sual verir. Siz Şəhidlər Xiyabanına getmişsiniz müəllimə. Zivər Sonanın qardaşının qəbrin orada olduğunu, üstündə şəkli olduğunu söyləyir. Müəllimə bir dəqiqə sükutla ayağa qalxıb şagirdlərin ölən yaxınlarının ruhunu anmağını doğru olacağını düşünür. Sadəcə belə düşünür, sadəcə düşünür, amma etmir. Məqsəd növbəti məlumatı verir. Qədirin əmisi Tiflis prospektində tankın altında qalıb. Deməli, biz burada öyrəndik. Məqsəd deyir, amma Zivər deyir, getmişsiniz Şəhidlər Xiyabanına. Məqsəd növbəti nə deyir? Qədirin əmisi Tiflis prospektində tankın altında qalıb. O eyni zamanda qəzetlərin düz məlumat vermədiyini, Bakıda ölənlərsə 300-dən çox olduğunu bildirir. Bunu komendant gizlədir. Sayı ona gizlədilər ki, toqquşmada ölənlərin sayı 300 nəfərə ötəndə məsələyə BMT-də baxılmalıdır. Bunu məqsədin atası ona başa salıb. Özündən bilmir də bunu. Məqsəd çantasından qəzetə bükülmüş, bir qarış uzunluğunda biləkdən yoğun ağır daş parçasını çıxardıb sinif jurnalının üstünə qoyur. Bunun tankdan atıldığını, küçələrində bu cür daşlardan çox olduğunu söyləyir. Müəllim daşı qaldırmaq istəyir. Lakin daş olduqca ağırdır. Daş dığırlanmağa başlayır. Məqsəd əlini qabağa verib onu saxlayır. Kiminsə ayağına düşsə sındıra bilərdi. Müəllim soruşmazdan öncə Məqsəd öz məlumat verdi ki, daşı sərgiyə qoymaq üçün gətirib. Məktəbdə hər sinifin öz sərgi güşəsi vardı. Uşaqlar tapdıqları, düzəltdikləri maraqlı əşyaları oraya qoyurdular. Məqsəd müəlliməyə bir bayatı yazdığını deyir. Nə yazdığını? Bir bayatı yazdığını deyir. Müəllimə ondan keçib yerində əyləşməsini istəyir. Yəni bayatını söyləmir. Bayaqda deyir, bir dəqiqə sükutla fikirləşir, amma olmur. Bu da həmçinin elə. Məqsəd daş müəllimisinin masanın üstünə qoyub yerinə qayıdır. Məqsəd növbəti xəbəri müəlliməyə çatır. Uçaskovunu öldürüblər. Müəllimə bu xəbəri bayaq kimdənsə eşitmişdi. Məqsəd həmçinin onu necə öldürməsi barədə məlumat verir. Soldat yoldan keçən oğlanın qabağını kəsib, avtomatın qundağına elə vurub ki, oğlan yerə yıxılıb. Bunu görən Uçaskov soldata deyib ki, onu niyə vurdun? Soldat da 2 güllä vura Uçaskovun ölüb. Hadisə dünən olub. Sonunda dərs keçirilmədi ki, uşaqlar gecəyə qalmasın. Ancaq belə dərsin biri də bəsdir. Müəllimə şagirdlərin yolunun o biri tərəfinə keçir, uşaqlar keçmiş daş çarxısının yerinə törənmiş Qanlı gölün yaxınlığından keçən cığırla uzaqlaşdılar. Uşaqlar həm mənəvi cəhətdən ürəkləri boşalmışdı, həm də çantalarındakı yük cəhətdən yüngülləşmişdi. Atışmadan qalanları gətirmək direktor onlara tapşırmışdı. Məktəbin qapısı bir neçə maşın gəlmişdi. Qanadı əzilmiş, burnu ovulmuş, içi düşmüş Moskviç və Jigulilər. Zədələnmiş bu maşınlara astar taxılmışdı. Gün ötəcək, onlar quruyacaq, üstünə öz rəngi çəkiləndə sezilməyəcəkdi. Bu üstü örtülü bir mənadır. Deməli, burada epik növdə olduğunu, hekayə janrında və təhkiyə olduğunu görürük. 20 yanvar faciəsinə həsr olunub. Bir dərs günündə baş verən hadisələr fonunda 20 yanvar faciəsinə bağlı bir sıra məlumatlar açıqlanır. Komendantın şərti isə bütün maarif müəssisələri məktəb uşaq bağça işləməli idi. Direktor partbiletin alınmasından qorxurdu, vəzifədən azad olunması bu müəllimlər tərəfindən istehzayla qarşılanır. Direktorun şagirdlərə tapşırır, atışmadan qalmış boş müəllimi girişdə məktəbə gətirilsin. Müəllimlərə tapşırır, söhbət aparıb uşaqları sakitləşdirmək idi. Direktor Minato Gülzar müəllimi səvizə şagirdlərin dərsə gəlməsi idi. Hadisə müəlliməyə çatdıran obraz Cıbıldız məqsəddir. Sonanın qardaşının ölməsini xəbər verən obraz məqsəddir. Onun qəbrinin Şəhidlər Xiyabanında olduğunu Zivərdir. Məqsəd məktəbə Aydın və Sənubərlə gəlib. Direktor obrazı şəxsi maraqlarını güdür, öz vəzifəsini itirməkdən qorxur, imperiyaya yaranmaq istəyən kəslərdəndir, təqsirkar olduğunu bilsə də bunu dilə gətirmir. Əsərdə real müharibə səhnələrinə yer verilməmişdir. Bu qədər. İndi Zeynalabdinlə Qızıl Qönçələri isə növbəti dərsdə izah edəcəm. Sağ olun uşaqlar.